Parlamentimiz Azərbaycan Xalq Cümhuriyyəti dönəmində. Parlamentimizin yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlı olmuşdur. Belə ki, 1918-ci ildə Azərbaycan dövləti quruculuğu prosesində ilk uğurlu addımlardan biri məhz parlamentin açılışı oldu. Qeyd edək ki, parlamentin açılışına qədər Azərbaycan Milli Şurası fəaliyyət göstərirdi. Bakı azad olunduqdan sonra 1918-ci il noyabrın 16-sında Bakıda yenidən fəaliyyətə başlamış Azərbaycan Milli Şurası həmin il noyabrın 19-da Respublikada Ali Hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyəti parlamentinin yaratmaq haqqında qanun qəbul edir. Qərarda qeyd edilirdi ki, Azərbaycanda azərbaycanlı türklərlə yanaşı qeyri-millətlərin nümayəndələri də yaşayır. Onlar da parlamentdə təmsil olunmalıdır. Dekabrın 3-də toplanan Azərbaycan Milli Şurasının iclasında Tomsonun da qeyri-millətlərin hökumətdə təmsilçiliyi müzakirə edildi və hökumətin tərkibində yerli millətin Azərbaycanlıların çoxluq təşkil etməsi qərarı alındı. 1918-ci il dekabrın 7-sində günorta saat 1-də Hacı Zeynalabidin Tağıyevin keçmiş qız məktəbinin binasında Müsəlman şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk iclası təntənəli şəkildə açılır. Yenidən Bakıda öz fəaliyyətini davam etdirən Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə parlamentin ilk iclasını parlaq çıxış nitqi ilə açır. Əfəndilər, Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi. Parlamentdə müsavatçılar, ümmətçilər, əhrarçılar, sosialistlər, Slavyan Rus cəmiyyətləri nümayəndələri, daşnaqlar, azlıqda qalanlar və başqaları təmsil olunmuşdular. Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun müavini seçilir. Parlamentin rəhbərliyi seçildikdən sonra müvəqqəti hökumətin başçısı Xoyski çıxış etdi. O, bu tarixi günə qiymət verərək nitqinə aşağıdakı sözlərlə başladı. Bugün öyle böyük və mübarək gündür ki, bunu biz Azərbaycanlılar yuxumuzda da görə bilməzdik. Parlamentin yaradılması haqqında qəbul edilmiş qanunda parlamentin 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdu. Azərbaycan parlamentində ən güclü fraksiya müsavatla bir tərəf demokratların birləşməsi idi. Bu fraksiyanın ümumi sayı 38 nəfər idi. Müsavat fraksiyasına Məmməd Əmin Rəsulzadə başçılıq edirdi. Həmin qanunda Azərbaycan əhalisinin ümumi sayına müvafiq olaraq erməni nümayəndələri üçün 21 yer, Rus nümayəndələri üçün isə 10 yer ayrılmasına baxmayaraq, onlar Azərbaycan parlamentinin ilk iclasının açılışında iştirak etməmişdilər. Rus Milli Şurası 1919-cu il yanvarın 31-dən, ermənilər isə həmin ilin fevralından parlamentin işinə qatılmışdılar. 1919-cu ilin sonlarına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan Azərbaycan parlamentinin təlimatı ilə tənzimlənirdi. Parlament təlimatı əsasında ilk gündən parlamentin iclasları məcburi surətdə yalnız Azərbaycan dilində aparılırdı. Ancaq başqa millətlərin nümayəndələri rus dilində danışa bilərdilər. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşturmaq üçün də gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de facto tanınmasına nail olsa da, 11-ci Qırmızı Ordunun Quzey Azərbaycanı işğal etməsi ilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı. Azərbaycan parlamentinin və hökumətinin fəaliyyətində mühüm yer tutan məsələlərdən biri də qonşu ölkələrlə münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu Qacar İranı ilə də bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər parlamentdə təsdiq olunmuşdur. Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir. Ən müasir parlament mədəniyyəti formalaşırdı. Cəmisi 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 145 iclası keçirilmişdir. Yetərsay olmadığı üçün iclaslardan 15-i baş tutmamışdır. Fəaliyyəti dönəmində Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmışdır ki, onlardan təxminən 230-a yaxını qəbul olunmuşdu. 1920-ci il aprelin 26-sından 27-sinə keçən gecə işğalçı 11-ci Qırmızı Ordu hissələri müharibə elan etmədən müstəqil Azərbaycan dövlətinin sərhədlərini keçərək Bakıya hücum etdi. Bu səbəbdən parlamentin 1920-ci il aprelin 27-sində keçirilən son iclasında hakimiyyətin dinc yolla bolşeviklərə təhvil verilməsi haqqında qərar qəbul edilmişdir. Yekun olaraq qeyd edək ki, Bakıda yaşayan digər xalqların da nümayəndələri ilk Azərbaycan parlamentinin açılışına müsbət yanaşırdılar. Parlamentin açılışına münasibətini Azərbaycanda yaşayan Alman ictimaiyyətinin nümayəndəsi Kun belə ifadə edirdi. Parlament üzvləri, vətəndaşlar, düz 100 il bundan əvvəl taleyin gücü ilə biz Zaqafqaziya, xüsusən Azərbaycan ərazisinə atılmışıq. Biz Azərbaycan almanları öz gələcəyimizə ümidlə baxırıq və qəti əminik ki, gənc Azərbaycan Respublikasının demokratik qanunları əsasında biz öz milli özünəməxsusluğumuza və sülh şəraitində yaşayışımıza imkan tapacağıq. Lakin sonralar Sovet hakimiyyəti illərində bu mühüm tarixi hadisəyə də qeyri-obyektiv izahlar verilirdi. Piçelin 1931-ci ildə çap etdirdiyi Müsavat zamanında kəndli məsələsi kitabında yazırdı. Türk əskərlərinin köməyi ilə Bakıda hakimiyyəti ələ keçirən müsavatçılar öz demokratikliyini göstərmək üçün 1918-ci ilin dekabrında parlamentlərini açdılar. Bu parlamenti Azərbaycan xalqı seçməmişdi. Onun əsasını Müsəlman Milli Şurasına daxil olan müsavatçı xan və bəylər təşkil edirdilər. Təbii ki, bu əsassız fikirlər Azərbaycan Xalq Cümhuriyyəti parlamenti tarixinə ləkə ola bilməz. Bu tarix Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuşdur.